Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bugünə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bunun da məntiqi ondan ibarətdir ki, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun mandatı Qarabağ münaqişəsinin həlli idi. Qarabağ münaqişəsini Azərbaycan özü həll edib, BMT nizamnaməsi əsasında və beynəlxalq hüquq çərçivəsində və konflikt həll olunduğu üçün və Ermənistan rəsmən Qarabağı Azərbaycan torpağı tanıdığı üçün ATƏT-in Minsk qrupunun de jure fəaliyyətini heç bir əsas qalmamışdır. Onsuz da de facto bu qrup fəaliyyət göstərmir. Və Ermənistanın buna razı olmaması bizdə haqlı olaraq şübhələr doğurur. Görəsən nə üçün? Bəlkə yenə də bizə qarşı ərazi iddiası ilə Ermənistan çıxış etmək istəyir. Onların sürətli silahlanması, öldürücü silahları əldə etməsi, bu sahədə onlara əsas yardımcı olan Fransanın onları yeni provokasiyalara, təhribatlara təhrik etməsi bu şübhələri təbii olaraq artırır.